hansı asıllıqlar anyonlara aiddir? Yəni mənfi ion, mənfilərə aid olmasını istəyir. Üstünə gəlirəm H xlor. Nə alınır burada? Çöküntü alınır, eləmi? Gümüş xlorid alınır. Bir də HNO3 alınır. Deməli 3 mol H xlor veriblər. H xlorun qabağına 3 yazıram. Hələ bilmirəm, amma reaksiya gedir, bu qədəri getmir. Qıraqdan yazıram H xloru 3-dür. Sonra gümüş nitratda 1 moldur. Deməli gümüş nitratın 1 moldursa, bundan da 1 mol gedir. 2 mol bu H xlordan artıq qalır. Bunu bildik. Sonra nə deyir bizə? Bizdə ən az mola malik olan nədir? Gümüş nitrat. Eləmi? Onda A bizdə nədir? A 1 moldur. A 1 1 mol. moldur. Aha. O 1 mola uyğunda şeydir. Bu yuxarıdakı 3C də 3 moldur. Bu da H xlora uyğundur. Bəli. Sonra baxaq görək bu ionların hansı dəyişməyibdir. Bax, gümüş nitratı. Dəyişməyənlər o çöküntü olanlardır. Bax, gümüş nitratın içərisində elə gümüş nitrat 1 mol reaksiyaya daxil olub. Artıq gümüş yoxdur, çöküb. İon olaraq yoxdur. İon olaraq yoxdursa buradakı 4 var. Bu 4 gümüşə uyğundur. Deməli 4 gümüşə uyğundur. Düzdürmü? Sonra baxaq görək gümüş nitratın tərkibində NOH necə idisə, mənfi olaraq o cürdə ayrılıb. Düzdürmü? Deməli 3 də nəyə uyğundur? 3 də NO3-ə uyğundur. Gəlin də baxaq görək yuxarıdakılardan nə dəyişməyibdir. Xlor azalıbdır yuxarıdakılardan. Xlor azalıbsa 2 xlora uyğundur. Dəyişməyən nədir burada? Hidrogen ionudur da. Bax, burada əvvəl 3 mol H xlorum var idi. H xlorum. İndi burada bir dənə H-ım var. Burada da 2 dənə H-ım. Cəmi yenə də 3 dənə H-ım var da. Deməli bir də nəyə uyğundur? H müsbət ionuna uyğundur. Bu ekranda yazır. Burada bizdən anionu soruşur. Anion 2-dir. Bir də ki nədir? 3-dür. Cavab 2, 3. Birincidə mühit turşdur. İkincidə neytraldır. Üçüncüdə qələvidir. Qələvi mühitdir. Qələvi mühitdir. Dördüncüdə də yenə neytraldır. Bizə də neytral soruşuldu. 2 ilə 4-ü götürürük. Bəli, 2 ilə 4-də H-dan OH sayı bərabər olduğuna görə neytraldır. 64-dür. Deyir ki, uyğunluğu müəyyən edin. Hidroliz zəif tərəfə görə gedir. Ona görə A variantında kationa görə gedəcək. Ondanı yazıram bura. Birə A. Sonra ikincidə zəif olan isə bu turşu, yəni anion olan tərəfdə. Ona görə 2-yə getdi B. Yox, bu NH4 Yox, hər istər. ikisi zəifdir. Hər ikisi. Aha, bu bura gəlir. Həm aniona, həm kationa görə. Sonra C-də burada aniona görə gedəcək. Çünki natrium qüvvətlidir. 2-yə C. Sonra D-də barium SO4-dür. Burada kationa görə gedəcək. Çünki bu getmir. Hidroliz etmir bu. Bəli, etmir, çöküntüdür. Natrium 2-də də deməli aniona görə gedəcək. Aniona görə gedir. Burada yazıram. 2-yə C. Oksidləşdirici xassəsi artırsa bu deməli preduktivçilik azalır. Burada da olacaq kalsiyum. B variantıdır məncə. İyonlar, metal iyonlarında onsuz da bilir ki, metallar hamısı elektronu verir də iyon şəklində. Daha tez hansı alır? Pasiv alır. Ona görə də metalın aktivindən pasiv metala doğru gedirik. Belə deyil, metalın aktivi iyonun pasividir. Belə də yadımızda saxlaya bilərik. B variantı. Deyir ki, tərkibində sink, aurun və kupon iyonları olan məhlulun elektroliz zamanı iyonlar hansı ardıcıllıqla reduksiya olunur? Deməli, burada ən birinci pasiv olan reduksiya olunur. Doğrudur, birinci pasiv. Yəni, axıra yaxın yerləşənlər. Onda olacaq aurun, kuprum, sink, C variantı. Bəli, doğrudur. Hansı maddə məhlul elektrolizini ifadə edir? Deməli, katodda hidrogen, anodda da oksigen alınması.
uyğun gələcək adilidir. C variantı mənim. C yox. C-də civənin özü ayrılır. Aktiv metal 39. oksigenli qalıb. Siz 38'e bak. Siz 38'e bakmışsınız. Siz 39'u Hə, dediniz. yaxşı 39-u de. 39-da nə dedin? C variantı uyğun 30 gəlir, bəli. 39-da C 38'e variantı. de D'dir. 38'e de D'dir. D variantıdır, doğrudur. Elektrik maddelerinin müəyyən ili. Ee, Hidrolizindən hansı duz əmələ gəlir? Hidrolizindən turş duz əmələ gəlir. Bəli, turş duz. Turş duz, ona Turş görə duz. natrium HS. Elektrolizindən də katodda elə anodda Anodda, S-in özü alır. A variantı. A variantı. bəli, A variantı. Turşu qanunu. Hə, qrafikdə natrium xlorid məhlulunun elektroliz məhsullarının kütləsinin dəqiq natrium xlorunun üstə gəlir H2O, katodda H2 alınır, anodda xlor 2 alınır, bir də natrium OH alınır. Burada bərabərləşdirsəm natrium xlorun qarşısına 2, Həmişə, natrium OH-ın qarşısına həmişə 2. elektrolizdə su iştirak etsə, birinci suyun qabağını 2 yaz. Nə olur Hə, olsun. suyun qarşısına da 2 yazdım, hə, bərabərləşdi. Deməli, deyir kütləsinə görə düzürük. Hidra 2, 77, 80. Ən çox olan natrium OH-dır. Ona görə Z natrium OH-dır. Gəl baxaq Sonra görək. Y Natrium xlor OH 2-dir. neçə qramdır? Sonra da 80. X 80 qram. Bu 71. O 71-də hidrogendə 2 qramdır. Aha, 2 qramdır. Ən çox kütləsi Hə, olan, onda bu X bizdə natrium OH-dır. Z natrium OH, Y xlor 2, X də H2-dir. Aha, bunlar haqqında nələr Sonra doğrudur? biz Onu dedik ki, X və Y-in qarşılıqlı təsirindən H xlor alınır. X və Y düzdür. Çünki hidrogenlə xlor Mhm, H xlor alınır. doğrudur. Düzdür. Sonra ikincidə deyir ki, Y və Z qarşılıqlı təsirdə olmur. Y-imiz nədir? Xlor 2-dir. Z-imiz də natrium OH sərtdir. Çünki reaksiya daxil olur. Həm Sonra temperaturun, 3-də həm temperatursuz olur hələ. 3-də X və Z adi şəraitdə qarşılıqlı təsirdə olur. X və Z. X-imiz H2-dir, səhvdir. 3 səhvdir. Mhm, Qarşılıqlı təsirdə olmur. Y və Z-in qarşılıqlı təsirindən 2 duz alınır. Y və Z düzdür. Natrium xlor O alınır ya da natrium xlor O3 alınır. 4 də düzdür. 5-ə də deyir ki, X alüminium ilə qarşılıqlı təsirdə olmur. X də hidrogendir, düzdür. Cavab 2, 4, 5. doğrudur. Üstə gələk o gələk suyun parçalanmasıdır. Deyir 360 qram 45%. 360-ın 45%-ni tapıram. %45. 9-a vuranda 2, 7. Tapdıq ki, 160 tapdıq 162 ki, qram 162 duzumuz qram var. Hansı duzdur bu? 160 Kalium kalium inox. enoid. Aha, sonra nədir? 162 belə deyir ki, Bunun elektrolizini yazaq hələ. nə qədər su əlavə olunmalıdır? Əvvəl bunun elektrolizini yazaq. Kalium inox dəyişmir. Həm Kalium sallaşdıraq. hidrogenin parçalanmasına görə gedirik. Aha. Əmsallaşdıranda da elə H2-nun qarşısına 2 yazıram, hidrogenin qarşısına da 2 yazıram. İndi görək nə deyir. Deyir ki, 360 qram 45%li kalium inox məhlulunun elektrolizinə aid qrafikin hansı nöqtəsində doymuş məhlul mövcud olar? Həll olunma əmsalı da KH bərabərdir 1500-ə. 360-dan da çıxıram 162, suyu tapıram məhlulun kütləsini. Neysən ki, suyu 8 tapıb? Gəl belə eləyək. tapıram. Bu doymuş məhlul deyil. 1500. Doymuş məhlulda duz dəyişməyibdir. Onsuz da təsir etməyib var elektrolizdə buna, yəni. Burada su parçalanıb. 162 buradadır. Görək hal-hazırda doymuş məhlulun içərisində nə qədər su var? Nə qədər su olduğu tapaq. Hə, birinci bunu tap. X bərabərdir. Bunlar 7, burada 5, burada 2. Neçə tapdın? 108. Hal-hazırda qabın içərisində 108 qram su var. Əvvəl indi baxaq görək. Bu 360 qram məhlulu idi axı. Bunun 162 qramı nə idi? Duz idi. İndi bu 360-dan 162-ni çıx. Görək bizim nə qədər suyumuz var idi əvvəlcə.
Deməli, əvvəl su 198 idi. Əvvəl məhlulda. Sonra Elektroliz 90 qram prosesindən sonra azaldı. 108 qalıb. 90 Bunun qram 90-ı hara ondan getdi? 90-ı elektrolizə uğrayıb. İndi 90 sonra qram suya bizdə deyir katodda, eləmi? 90 qram suya nə qədər hidrogen alınır? X 90'a x desək, 36-ya da 2 vuraq 22 onda 4. Eləmi? Buradan x-i bəli. tapaq. X də Bu x. bərabərdir 2 bura 224 36, 90. Buradan alınır 112. 112 de hardadır? T variantında, bəli. T da olur hansı variant? D bəndində. Bunun üstə gələ H klor yazıram. Alınır kalsiyum klor 2 üstə gələ H2. H klorun qarşısını 2 bərabərləşdi. 20 qram kalsiyum, burada 40 qram. Deməlidir ki, o birinci uçub gedən qazı tapıram, hidrogeni. Bura x, bura 2. 20-yə X-ə nə qədər bərabər qabı tərk 1 edən qram. var? 40-a da 2 qram, bəli. 1 qram tərk edib. Sonra yazıram sink 10 üstə gələ H klor. Buradan alınır sink klor 2 üstə gələ H2O. Sonra H klorun qarşısına 2 yazdım. Bu da deməli azalma 1 qramdır. Hə, indi Sink 20, onun əvvəl 20 idi, 1 qram getdi. Nə qədər qaldı? 19. 9 Bu qabda da qram. çökən, gedən, qaz halında maddə yoxdur da, yəni. Deməli 19 qram bu nədir? Sinqodan qabın içərisinə daxil etsək, gəlsək, onda Dəyişmir. tərazlaşar. Kütlə dəyişməz yəni. Deməli 165-ə baxaq. reaksiya daxil etməkdə reaksiya məhsullarından biri. Hansı turşu ola bilər? Hansı turşu ola bilər? Z ola bilməz, çünki H klor reaksiya daxil olub H2SO4-ü çıxarda bilməz. Deməli Sonra Y qismi sulfata heç bir turşunun gücü çatmaz. Getdi. bəli. Burada X-də də yenə turşu ola bilməz, çünki H klorla HNO3 eyni səviyyədə qüvvətlidir, bir-birini Çıxara çıxara bilməz. bilməz. Yalnız Y. Bəli. H2SO4 HNO3-ü çıxara bilməz. Yəni bunun üstünə H2SO4 gəlsəm, eləmi? SO4 nitratı çıxara bilər. Yalnız burada cavab nə oldu? Y, E variantı. Digər suda məhlulları reaksiyaya daxil olan maddələr arasında baş verən reaksiyanın əlamətləri arasındakı uyğunluğu müəyyən edin. Deməli, birincidə 2 dənə çöküntü əmələ gəlir. 1-ə getdi 4. Kuprum H2 dəfə, bir də barium SO4. İkincidə deməli qaz əmələ Deməli, gəlir. birincidə hansı çöküntülər var? Mis-OH, bir də barium sulfat. Mis-OH, bir də barium sulfat. Bura İkincidə 4 yazır. natrium SO4, CO2, H2O alınır, qaz alınır. Yəni ikinciyə də getdi 2. Deməli, Üçüncüdə burada də bir duz alınır, bir də qaz alınır da, eləmi? o da Qaz qaz, və su. yox, qaz və su əmələ gəlir. İkinciyə gedir 1. Aha, bu qaz və su. Üçüncüdə deməli qurğuşun S alınır, bir də duz alınır. Burada da bir dənə çöküntü əmələ gəlir. Burada getdi 3. Sonra ikincidə də bir dəqiqə, ikincidə də nə əmələ gəlir? Elə SO2, ferrum SO4, bir də SO2 əmələ gəlir. Burada Yox, getdi burada 2. yox. Dördüncüdə dəmir SO4 H2S verir. Qaz əmələ gəlir. H2S. Mən H2S qazda axı. Aha. H2S Bura qazda. nə Orada yazırıq? getdi 2. 2. 2. Onda E variantımız nə olur? variantı. 4, 1, 3, 2 E variantı. Üçüncüdə də 5-dir. Deməli 1 böyükdür 2-dən, 1 böyükdür 3-dən, o da böyükdür 2-dən. Deməli, bu bizə deyir ki, A var. formulları yaz, bir də ona uyğun atomları müqayisə elə. Deməli, birincidə 7, ikincidə də 5 oldu. Hansı böyük oldu? 1 böyükdür. 1 böyükdür 3-dən, 3 də böyükdür 2-dən, cavab olur A variantı. 171-ə. X elementinin karbon və azot olduğu reaksiyaların tənliklərini müəyyən edin. Birincidə deməli X üçüncüdə azotdur, çünki 2 dənə duz əmələ gəlib.
Deməli, üçüncü Dördüncüdə də azotdur. azotlu. 3 də azotlu, 4 də azotlu. 1 ilə 2 də karbondur. B Bəli, variantı. bunlar karbon qazlarıdır da, yəni. Deməli, Hə. hansı uyğun gəldi? 1, 2 karbona uyğun gəlir. Hə, B variantı. 173 173, dedim. bəli. Kalsiyum dihidrot fosfat alınmışsa, kalsiyum H2PO4 2 dəfədir. Burada deməli, deyək ki, X və 1 mol kalsiyum yazıram Kalsiyum reaksiyanı. dihidro. Eşitdiyi yaz. Sonra bax gör bunun neçə hidrogeni yoxdur. 1. Deməli, bu bir Bir valentlidir. dənə Mötərizə kalsiyum alınır 2 yazılır. H2PO4 2 dənədir. H2PO4 2 dəfə, bəli. İndi buradan nə qədər reaksiya girdiyini necə tapaq? Bu 1 mol alınıb axı. Eləmi? 1 mol alınıbsa kalsiyum OH-ın 1 moldur. Fosfor burada neçə dənədir? 2 dənədir, elə. Deməli, H3PO4 qarşısında 2-dir. 1-in 2 olacaq B Hə, variantı. 1-in 2-yə cavab olur B variantı. 75-ə, 175-ə baxaq. 170 Alınan deyil, dozları alınmaz. deyiləm, emiri lazım deyil. X'imiz serum 2 SO4 3 dəfədir. Nəyə görə Durur bu? bu üçündə serum NO3 3 dəfə. Çünki qatı ilə 3 valentli əmələ gətirir. Hə, bəs dəmir nitrat əmələ gələndə neçə valentli O da olur? ferum 3 valentli. Qatısı ilə, durusu ilə 3 valentlidir. Haçda Ferum olur? NO3 Ta bunun elə kütləsini hesablayırıq. 176-ya baxsın. əmələ gələn duzlar parçalanırsa X'imiz natrium HCO3-dür. Parçalanmırsa Y-də natrium 2 CO3-dür. Deyək ki, hansı ifadələr doğru deyil? Y-dən suyun müvəqqəti və daimi codluğunun aradan qaldırılmasında istifadə edilir. Bu düzdür. Deyər, X duzu kalsium xlorid ilə çöküntü əmələ gətirir. Düzdür. Kalsium CO3 alınır, bir də natrium xloru alınır. X duzu, İki də düzdür. X duzu bizdə Yox, hansı idi? Y-lə qarışdırdım mən. 2 səhvdir. 1 Hı düzdür. -hı. 1 olanları çıxdım, 2 olanlar. Ya B-dir, ya D-dir cavab. Baxın. X duzu natrium OH-da qarşılıqlı təsirdə ola bilər. Ola bilər, çünki turş duzdur. Bu da qələbdir. 3 də düzdür. 3 olan da çıxdım, cavab D variantı. İndi bizdən səhvləri soruşur da. Hə. Səhvlər hansı 4-də oldu? D variantı. Sonra baxaq görək. Deyir, Y hidrolizə 4 uğramır. hidroza uğramır, səhvdir. Natrium 2 CO3 uğrayır. Bir tərəf qüvvətli qələvi, bir tərəfdə zəif turşudur. Deyir, Y-in məhluluna mühit neytral olur. Y-in məhlulu neytral deyil, qələvidir. Hı -hı. Bir dənə 6-cı şey qalmışdı ki, X normal duzdur, o da səhvdir. Çünki natrium HCO3 turş duzdur. Aha. Cavab olduğunda D variantı. Amma burada yazmışdıq da hansı parçalanır, hansı parçalanmır. Natrium hidrokarbonat parçalanır. Parçalanır. Natrium 2 CO3 karbonat parçalanmır. Buna uyğun olaraq doğru olmayanları biz neyinirik? Seçirik. Deyirsən 178-i. Demək, 178 maddə natrium OH-dır. H2SO4 ilə daxil olur, düzdür. Kalsium OH2 ilə daxil olmur, düzdür. Alüminium OH3 ilə daxil olur, düzdür. Deməli bu Birinci düzdür. variant düzdür. İkinci, argentum NO3 kuprum OH2 ilə daxil olmur. Bir dəqiqə, yox. Düzdür də, daxil olmur, düzdür. Düzdür. Amma H klorla düzdür. daxil olur, burada Klorla- çıxaq yazıb. O səhvdir. Bu səhvdir. Onda bu Müsbət səhvdir. olmalıydı. Əslində H klorla Aha, iki gedərdi. səhvdir. Burada plus Bəli. olmalıydı, əgər o olsaydı da, yəni belə deyək. Üçüncüdə olsaydı sinq götürərdi. OH2 natrium xlor. Bəli. Sinq OH2 natrium xlorla getmir, düzdür. Hı -hı. HNO3 ilə gedir, düzdür. Natrium OH ilə də gedir, düzdür. Çünki Ona görə amfoter, 1, 3. çünki bu amfoter əsasdır. Amfoterdir. Həm Amfoter də həm ki, də səslənmə bundan gedir, doğrudur. Doğrudur. Cavab olur 1, 3, C variantı. Hı -hı. Bir dəqiqə bax, bir dəqiqədən. Deməli, burada 180-də birinci oldu nə? Birinci oldu MiSO4. Buradakı atom nə qədər oldu? 6. Kalsium H4. Ha, indi ikinci deyərəm onda. Deməli, ikincidə MiSOH 2 dəfədir.
Əvvəlcə deməli bu əsasi duz əmələ gəlir. Əsasi duz əmələ gəlməsi üçün bir dənə OH olmalıdır. Ta 2 dənə OH-dır. Bunun biri qalır, biri gedir də. Bu olur birvalentli. Niyə birvalentli? Çünki OH-nın biri yoxdur. Bunu mötərizəyə alıb 2 yazıram, MSO4 yazıram. Həm də bizə burada verib axı MiSOH 2 dənədir. Burada MiSÖ-dədir. Buradan alınan deməli atom sayı nə qədər oldu? Bunu say. 3, 3'ü 2'ye 6, 7, 4 də bu 11 dənə. Eləmi? 11 atom oldu. İndi o birisinə baxaq. Burada H3PO4. Eləmi? Kalsiyum OH 2 dəfə. Kalsiyum 2 valentlidir də. Bunun 2 hidrogenini əvəz eləyir. İkisin. Biri qalır. Bu olur kalsiyum HPO4. Axı bu 2 valentlidir. İndi burada neçə dənə atom olur? 1, 2, 3, 4 də bu 7 olur. Cavab olur nə? A variantı. Elə aydın oldu. 0, 3. Birincide alınır. İkincide 6. 6, 21'e 7. Ya bunların hamısını belə eləyək də. Bu 300'ləri 3 eləyək. Aha 300. 300'ləri 3 eləyək. Bu sıfırları buradan silək. Hamısı 2 olsun, 1 olsun. Hə, buna uyğun aparaq. Mən 1 ilə 2 də alınır. Deməli, birincidə nə aldın? 2'ni vurdun. Lap tamları da apara bilərik. Yox, burada uyğun olmaz onda. Birincidən aldın 0.6 barium OH almısan. 0.6. Ha, turşunu nə aldın? 0.3. 0,3. Aha. Burada əsaslıq çoxludur. Burada əsasi duz alınır. Bir də nə dedin? 3-də. 3'ə baxaq görək. Deməli, burada nə olur? 0.6. 3 yok lan. 3 yok. 1, 2. A variantı. Onda biz baxaq nəyə? İkinciyə baxaq. Birincide əsası almışdım. Birincidə barium OH 2 dəfə. Bunun qarşısında 0.6. H-klorda 0.3. Buradan alındı əsasi. İkinciyə baxaq. İkincidə 0.6. Çünki buradan sıfırları atmışdıq da. 0.6 barium OH 2 dəfə. Üzərinə gəlirəm. 0.6 H-klor. 0.6 eləyir də bu da H-klor. Burada əsaslıq çoxdur. Çünki 0.6-nı 2-yə vuranda 0.12 eləyir. Buradan da əsasi duz. İndi üçüncünü də yazaq. Üçüncüdə 0.6 barium OH-dır. Daha biri 4 ediyor. Ona göre daha turş olacak. Burada da 4'lü turşuluq. İndi qulaq as. Burada turş duz alınır. Yani Turş duz alına bilməz. Axı bir əsaslı turşular turş duz verir. turş tuzu alınmır. Esası duz alınmır da. Yani normal duz alınır. Hə, buradan hansı duz alınır? Üçüncüdən Normal. normal duz alınır. Normal. H-klorun sayı çox olmasına baxmayaraq turş duz alına bilməz. Çünki bu bir əsaslıdır. Ha, çünkü bir esaslı değil. Hidrogen əvəz olunur. Bəli. Hidrogen qalmadı. Bir əsaslı turşular turş duz əmələ gətirməz. Bir OH-ı olanlar da əsasi duz əmələ gətirməz. Daxil olan maddeler 183. M3 bölü M2 bölü M1. Deməli, buradan 3 dənə maddə alınır. Aha, krom OH 3 dəfə yazar. Krom OH Üstünə 2 H brom. dəfə brom. Hansının kütləsi böyükdür? OH. Hə? Hansının kütləsi böyük? M3 bölü M3. M3 böyükdür M2-dən. O da böyükdür M1-dən. İndi M3 böyükdürsə, onda bromun sayı çoxdur da burada, eləmi? Brom sayı çox olanda kütləsi böyük olar. Bəli. Onda M3-ə uyğun olaraq Burada mənim deməli alınır krom brom O3, krom OH 2 dəfə onda bura brom, yazaq krom brom OH 2. 3-dür. M2-yə nə yazaq? Burada Krom OH brom 2.
Aha, sonra da xrom OH 2 dəfə brom. Deməli, burada A3-ə uyğun deyir ki, A nədir? Bromun Brom, əmsalı. Və deməli, bunda yazın. burada kütlə, Brom burada onda OH olacaq. 2 dəfə brom. Ha, bunu yazdıq. Burada A3 böyükdür A2 böyükdür A1 olacaq. A'lar nədir Sonra orada? deyir bir uzun A'lar bromun əmsalıdır. Ona görə elə A3 böyükdür A2 böyükdür A1 olacaq. Sonra deyir duzun bir molda olan atomların mol sayı. Deməli bu 4, bu daha bu ən çox olacaq C1-də. Bu da bunun əksi olacaq. C1 böyükdür, C2 böyükdür, C3. Ha, bunlar da Deməli atomun hansı sayıdır. oldu? Atomun Hə, sayıdırsa, cavab elə bu variantında. onda M1-ə uyğun gələn C1-dir. Sonra M2-yə uyğun gələn C2-dir. Bu da C3-dür. Bizdən də bu C1, C2, C3 nədir? Atomun sayıdır. Atomun sayı ən çox buradadır da, eləmi? Ona görə C1 böyükdür C2-dən, o da böyükdür C3-dən. Variant nə olur? Variant olur E variantı. 5-ə baxaq, 185. Deməli, 1 nədirsə, 1. Həm normal duz əmələ gətirə bilər, həm əsasi. Hansı? Onda burada əsas 4 1 ilə 4 olacaq. Birinci 1 ilə 4 olacaq. Sonra 1 ilə 2 1 olacaq. ilə 4 Sonra niyə? da 3 ilə 4 olacaq. 1 ilə 1 ilə 4 4 niyə? Çünki normal alına bilər, əsasi alına bilər. OH-ın sayı çox olmalıdır, amma turşuluqda bir dənə hidrogen olmalıdır. Ona görə birinciyə gedir 1 4. İkinci Birincidə həm normal, həm əsasi əmələ gəlirsə, məsələn, nitrat turşusu normal duz əmələ gətirə bilər. Eləmi? Sonra mis 2 hidroksiddə əsasi və normal. Yəni ikisindən normal və əsasi duz əmələ gələ bilər. 1 4. Sonra ikinciyə nə qoyubdu? Burada normala pilus qoyub, yalnız normal duz əmələ gələ bilər. 1-dən 2-dən. Çünki nitrat turşusu nə turş duz əmələ gətirmir, natrium OH da əsasi duz əmələ gətirmir. Ona görə 1-dən 2 ortaya uyğundur. 3-də həm normal, həm əsasi duz əmələ gətirə bilən 3-lə 4-dür. Çünki turşunun əsaslığı da çoxdur, əsasın əsaslığı da çoxdur. Ona görə cavab olur A variantı. deməli, Deməli, turşu ilə əsas veribdi bizə. Bizə nəyi soruşur? Doğru olmayanı müəyyən elə. X nöqtəsində A variantı deyir ki, Z nöqtəsindən məhlula silisium əlavə etdikdə H2 qazı ayrılır. Z nöqtəsinə baxırıq. Və Z nöqtəsinə 0,4 baxaq. mol H xlordur, 0,4 mol H xlordur, 1,2 də natrium OH-dır. Burada əsaslıq daha çoxdur. Ona görə H2 yox. Dəqiqə. Yox, indi bir dəqiqə dayan. Bunun həzmi verilibdi. Həzmləri. Həm də burada bunların moler qatılıqları var. Bu moler qatılığa uyğun olaraq onların mollarını tapaq. Görək neçənin neçəyə gedir və hansından nə qədər artıq qalır. Gəl onda bunları bir-bir tapaq. Çünki deməli Z nöqtəsində H xlor Z nöqtəsində bu həzmi 0,2-dir. Moler qatılığı da 0,2-dir. Nə qədər eləyir? 0-dan %4 eləyir də. 0,4. Deməli, H xlorum Z nöqtəsində 0,04-dür. Gəlin Z nöqtəsində əsasa baxaq. 0,4-ü vururam 0,3-ə. Nə qədər eləyir bu da? 0,12 də burada nədir? Natrium OH. İndi reaksiyadan hansı artıq qalır? Natrium OH-dan artıq qalır da, düzdürmü? Reaksiya 1-in 1-ə gedir. 1 mol H xlora, 1 mol natrium OH gedirsə, deməli 0,4 bundan gedir, 0,4 bundan. 0,12-dən 0,4-ün çıxıram. Nə qədər qalır? 0,08 ilə düz çıxdıq görək. Aha. Deməli, buradan görürük ki,
Nədən artıq qalıbdır? Qələvədən artıq qalıb. Bizə də deyir ki, Z nöqtəsində silisium əlavə edəndə hidrogen alınır. Biz də bilirik ki, silisium qələvə məhlulunda hidrogen verir. Deməli, A variantı bizdə doğrudur. Bizdən də səhvi soruşur hələ. Deyir ki, ikincidə T nöqtəsində H müsbət ionların qatılığı bu qədərdir. T nöqtəsini tapaq. Birinci P nöqtəsində 0,6 mol H xlordur. 0,4 mol da natrium OH-dır. Deməli, %6 H H klor, xlordan artıqdır. 0,4 də Deməli, 0,4-də natrium OH-dır. Deməli, onda burada 4, H xlordan %4. artıqdır. Onda 4-dür. Yoxsa yox. Hə, millidir, milli. 10 üstü Aha, mənfi 3 hətta 0,4. 0,4. %4 də natrium OH-dır. Demək, H xlordan artıq Nə qalacaq. qədər artıq Nə qalır? qədər artıq qalacaq? 0,02. 0,2. 0,2 artıq qalacaq. Deməli, deyir ki, H iyonlarının qatılığı. Gəl H iyonunun sayını tapaq. Görək nə qədər H iyonu var. H iyonumuz bir dənədir. Molumuz da Bir dənə deyil. 0,2-dir. Bir dənə niyə? H iyonumuz bu qədərdir. Hə, elə. Yox, mən 1 mola görə dedim. Bunu sonra deyəcəm. Deməli, H iyonumuz bu qədərdir və bunları qarışdırıblar. Ümumiyyətlə, bax, məhlulu məhlulla qarışdıranda onların həcmlərini məxrəcdə topla. Səndən hansı iyonun qatılığını soruşursa, həmin iyonun sayını məhlulun həcminə böl. Bizdə hansı nöqtə üçün deyir? T nöqtəsi üçün. T nöqtəsində həcmlər nə qədərdir? Toplayaq. 0,4 eləyir də, eləmi? 300-dən 100-ü. 0,4. Deməli, bu ilə 0,4 daha doğrusu. Sonra hidrogen nə qədərdir? 0,02. Bunları atsaq, 0,2-ni bölək 4-ə. Görək nə qədər eləyir? Deməli, elədi 0,5. Bu da doğrudur. Hidrogen iyonların qatılığı belə ola bilər. Doğrudur. Deyir Y nöqtəsində lakmus qırmızı rəngə. Yəni, boyanmır. Çünki normal duz alınır. Səhvdir bu. Görə indi H xlor nə qədərdir Y nöqtəsində? 0,8. H xlor da 0,8-dir. Natrium OH da 0,8-dir. Eyni mol nisbətindədirlər. Ona görə heç birindən də artıq qalmayacaq. Normal duzdur. Hamısı da reaksiyaya gedəcək. Y nöqtəsində Y nöqtəsində hər ikisinin molu eynidir deyə qırmızı rəngə boyanır, o səhvdir. Hansı rəngə boyanmalı idi? Lakmus elə öz rəngində bənövşəyi olaraq qalmalı idi. Cavab onda nə olur? Bizdən doğru olmayan soruşur, eləmi? C variantı. Yaxşı, D-yə baxaq görək. Lakmusun özü sarı rəng deyil. Yox, bənövşəyi rəngdir. Özü bənövşəyidir. Turşunun təsirilə qızarır, əsasların təsirindən göy rəngə çevrilir. İnternetdə mən nəysə bir praktik. D-də nə deyir? Deyir, Y nöqtəsinə lakmus rəngini dəyişməz düzdür. E-də də deyir ki, X nöqtəsinə OH iyonlarının qatılığı 0,1 mol bölünsün litrdir. Deməli, X nöqtəsində 0,2 mol H xlordur, 0,4 mol da natrium OH-dır. Bu 0,4 mol 0,4 natrium OH-dakı OH-ın 0,2 gedir, qalır 0,2. Bəli, buna uyğun olaraq 0,2 gedir. 0,2 natrium OH artıq qalır. Bu da lakmusu hansı rəngə boyuyur? Göy rəngə boyuyur. Sonra baxaq görək nə deyir. Bir də qatılığını soruşur. Qatılığın da 0,2-ni də bölürük. Deməli, 0,2 ümumi həcm nə qədərdir? X nöqtəsində. Yox, X nöqtəsində həcm 100-lə 100-ü toplayıram. 0,2. Aha, %2. Yox, 0,2 yox. 0,2. Çünki 100, 100, 200-dür. 1000-ə də böləndə 0,2 eləmir. %2 eləyir. Bildim mənim.
Hə, elə bil ki, 0,2 bayaq da bunu böləndə böləndə elə də bir 0. addım irəli Hə, gedirsən elə bil. Bu elədir 200. hə, 1000-ə də böləndə 0,2. Bu da bərabərdir nə olur? 0,1-i 0,1. verir. Deməli, E də düz Hə. oldu. D da düz oldu, E də düz. Bizdən də səhvi soruşurdu. Cavab oldu C variantı.